Herkese salam, kanalıma xoş gəldiniz. Bu kiçik vlogda mən günlük iş prosesimin kiçik bir hissəsini sizinlə paylaşmaq istəyirəm. Mən evimin salonunun bir hissəsini özüm üçün iş alanı elədiyim üçün, demək olar ki, mənim evim həm də iş yerim kimi sayılır. Bir çox siparişimi demək olar ki, tamamlamışam. Sadəcə son detaylar qalıb. Əvvəlcə işə başlamadan öncə mütləq bir stəkan kofe içirəm ki, daha enerjik hiss edim. Bu kanalda demək olar ki, öz hobbilərimə dair bir çox video paylaşmışam. Ancaq hardasa 2 il yarımdır mən öz hobbilərimdən biri olan örgüyü işə çevirdim və çox gözəl nəticə əldə etdim. İndi isə dediyim kimi 2 il yarımdır mən sifarişlər qəbul edirəm və demək olar ki, yüzlərlə artıq oyuncaq hazırlamışam və müştərilərimin demək olar ki, hamısı çox razı qalır və hətta artıq məndən 4-cü və 5-ci dəfə sifariş verən müştərilərim də olub və bunun üçün həqiqətən çox sevinirəm. Burada isə mən oyuncaqların özünə ən yaxın rəngdə sapı axtarıb onların adını üstünə naxış kimi işləyirəm. Mənə gələn sifarişlərin bir üstünlüyü budur ki, oyuncaqların üstünə uşaqların adını naxış kimi işləyirəm və həqiqətən bu da sifarişin gəlməsinə bir səbəb olur. Ola bilər ki, bu videoda çox yarım-yarımcıq görünsün, ancaq zamanla daha detaylı videolar çəkməyə çalışacağam. Belə, bu mənim iş yerimdir və bir çox şeyim demək olar ki, çox qarışıb. İş yerim həddindən artıq çox dağılır. Demək olar ki, çox yoğun günlər keçirərəm və hər həftə mən orayı tökürəm, yenidən yığıram, paletkaya salıram. Ancaq yəni çox yoğun iş prosesindən sonra həqiqətən yenə hər şey qarışır, yenə dağılır. Ona görə əslində mən orayı yenidən paletkaya salmağı da, yenidən düzəltməyi də çox sevirəm. Ona görə mənim üçün heç bir problem deyil. Dağılır və sonra yenidən əlimdə qalan rənglərə görə yenə düzürəm. Demək olar ki, axır vaxtlar əlimdə olan iplərin çoxsunu istifadə elədim və azaltdım. Çünki hal-hazırda mənim iplərimi yığa biləcəyim çox az yerim var. Artıq bir il əvvəl biz bu evə köçdük. Ona görə də bu evdə mənim çox da saxlayacaq yerim yoxdur. Ona görə azaltmağa çalışdım. Əlimdəki bir çox ipi ördüm. Ona görə bu dəqiqə əlimdə minimal sayda ip var. Ancaq əvvəl həqiqətən çox artıq ipim var idi. Yenə də bir detaylı videoda mən əlimdəki ipləri, hansı iplər istifadə edirəm, onları sizə göstərməyə çalışacağım, əgər sizə maraqlıdırsa. İndi isə sadəcə demək olar ki, mən villur iplərdən istifadə edirəm oyuncaqlar üçün və koton iplərdən istifadə edirəm. Alizenin və Yarnart cinsin. Mən əslində bu kiçik videoda danışmaq istəyirəm. Mən necə başladım bu kiçik biznesə, niyə görə oyuncaqlar örməyə qərar verdim. Danışmağa başlamadan əvvəl isə demək istəyirəm ki, mənim danışmağımda biraz ola bilər ki, bəzi sözləri səhv deyim, bəzilərini rusca deyim, bəzilərini isə türkçə deyim. Çünki Azərbaycanda doğulub böyüməmişəm, ona görə də mən həqiqətən Azərbaycan dilini o qədər də mükəmməl dərəcədə danışa bilmirəm. Yəni ki, çox az söz ehtiyadım var, ona görə danışığa heç də fikir verməyək. Deməli, mən oyuncaqların artıq adını naxış elədim üstünə, yazdım və indi onları hədiyyə qutusuna qoyub sahiblərinə göndərmək üçün hazırlayacağam. Oyuncaqların üstündəki adın hansı dildə olduğunu bilməyənlər üçün deyim, o gürcücədir. Mən Tiflisdə yaşayıram, Gürcüstanda. Belə, indi isə hədiyyə qutusuna qoymaq istəyirəm. Demək olar ki, mənim artıq lentlərim belə çox qarışıb, çox dağılıb. Mən hədiyyə qutusu eləyəndə çalışıram ki, lentləri oyuncaqların öz rənglərinə uyğun bir şəkildə seçim. Ayının özünün paltarı belə krem rəng olduğu üçün krem rəng seçdim. Dovşan isə roz rəng olduğu üçün, daha doğrusu şaftalı rəng pudra kimi bir rəngdir. Ona görə də bu pudra rəngdə lentləri seçdim. Mən hələ də kofemi içib bitirməmişəm. Həmişə işə başım qarışır və demək olar ki, kofem mənim soyuyur. Bu rəng dovşan və bu ayı
ən çox satılan ürünlərdəndir. Mən demək olar ki, bu ayının əslində başqa rəngləri də olur, roz rənglərdə də, yaşıl rəngi də çox satılır. Həqiqətən bir ay ərzində mən bu papaqlı, pijamalı aydan neçə dənə satıram, sayını belə bilmirəm. İndi isə qayıtmaq istəyirəm mövzumuza. Mən necə qərara gəldim bu oyuncaqları hazırlayıb satmağı. Mənim əslində səhifəmdəki videolara baxsanız, mən əslində rəsm çəkməyi də çox sevirəm və mən əslində illüstrasiya stilində rəsmlər çox sevirəm. Yəni uşaq otağı üçün əslində mən posterlər rəsm eləmək istəyirdim sulu boya ilə və ya karandaşla. Bu tərz posterlər hazırlamaq istəyirdim. Hazırlığımı belə gördüm. Çərçivələr satın aldım. Bir neçə illüstrasiyalar mən artıq rəsm elədim. Sonra isə Instagramda anidən bir şəkil gördüm. Şəkildə bir qadın bəlkə də bir 50-60 oyuncağı örüb bir arada şəklini paylaşmışdı və mən uşaq vaxtı ördüyüm bir fil oyuncağını xatırladım və bu örgü örməyi də çox sevdiyim, oyuncaq örməyi də çox sevdiyimi xatırladım və anidən qərar verdim ki, mən posterlər yox, örgü oyuncaqlar biznesi qurmaq istəyirəm. Əslində biznesi deyim, yəni kiçik biznes deyək. Sadəcə hər hansı bir hobbimi mən işə çevirmək istədim. Sonra isə mən qərar verdim və yoldaşıma dedim ki, mən belə bir şey düşünürəm və çox gözəl olacaq, çox satış olacaq. Ancaq bunu deyəndə yenə də mən içimdə bir şübhə var idi. Sadəcə özümdən çox əmin idim. Həqiqətən özümə çox güvənirdim. Amma bu güvən və bu əminlik içimə hardan gəlirdi, həqiqətən heç bilmirdim. Sonra isə yoldaşım dedi ki, nə istəyirsən eləyərək. Mən sadəcə sərmayəyə ehtiyacım var idi biraz və yoldaşım mənə onu verdi, sağ olsun. Ondan sonra isə getdik oyuncaq örmək üçün. Mən həqiqətən onda heç bilmirdim ki, oyuncaqlar hansı iplərlə örülür. Sadəcə mağazinə getdim və orada satıcıya dedim ki, mən amigurumi ipləri istəyirəm. Örgü oyuncaqları amigurumi deyilir. Amigurumi ipləri də istəyirəm dedim və qız mənə göstərdi. Sonra hər rəngdən bir dənə aldım. Örəcəm ya örməyəcəm bəlli deyildi. Sadəcə hər rəngdən aldım. Lazım olan ləvazimatların hamısını da aldım. Göz, içinə doldurmaq üçün pambıq, hər şey aldım və gəldim. Ondan sonra həqiqətən araşdırdım və xoşuma gələn şeyləri demək olar ki, örməyə başladım. Hardasa bir 10-15 oyuncaq ördükdən sonra səhifəmi açmağı düşünürdüm. Elə də elədim. Bir 10-15 oyuncaq ördüm və səhifəmi açdım. Şəkillər çəkmək hissəsi isə mənim üçün ən böyük, ən stresli bir məqam idi. Çünki həqiqətən şəkilləri çəkmək məni çox stresə salırdı. İnsanlar mənim ürünlərimi şəkillərdən görəcəyi üçün şəkil çəkmək hissəsi çox önəmli idi mənim üçün. Arxa fonu, hər şeyə çox titiz yanaşdım və çox şükür həqiqətən nəticəsini aldım. 10-15 oyuncaq ördükdən sonra mən səhifəmi açdıqdan sonra təsadüfən tanış bir qız vasitəsilə mənim oyuncaqlarım bir sərgiyə götürüldü və orada hamısı satıldı və ondan sonra demək olar ki, mən artıq yavaş-yavaş sifarişlər almağa başladım və hər şey öz qaydasında ilərləməyə başladı. İndi isə 2 il yarım, demək olar ki, 3 il olacaq ki, mən bu işi görürəm. Çox gözəl də davam edir. Mənim üçün əsas məsələ həqiqətən oyuncaqların çox keyfiyyətli olmasıdır. Yəni onları örmək də, içinə qoyduğum material, hamısı da uşaqlar üçün keyfiyyətli, təhlükəsiz bir material olmağıdır və demək olar ki, işçilik. Yəni işçilik həqiqətən mənim üçün çox vacibdir. Çünki ördükdən sonra dikiş hissəsi mənim dəhşət çox vaxtımı alır. Çünki çox vaxt keçirirəm, çox özənlə, hər detayının üstündə çox oynayıram ki, o oyuncaq ömürlük olsun. Yəni bir uşağın uşaqlığından ona xatirə qalsın və böyüyəndə belə o oyuncaq onun yanında olsun. Mənim ən çox istədiyim, əslində bu işə mən pul qazanmaq kimi baxmıram. Mənim ən böyük xəyalım bir brend olmaqdır və hər uşaqda mənim oyuncaqlarımın olmağıdır ki, inşallah onun
olacağına da inanıram. Burada isə mən növbə ilə sifarişlərimi tamamlayıb hamısını paketləyirəm və hamısına müştərinin adres bilgilərini, telefon nömrəsini qeyd edirəm. Ondan sonra isə ən son onları çatdırmaqdır. Əlimdən gəldiyincə bu videoda sizə biznesim haqqında çox az bir məlumat verməyə çalışdım. Bundan sonraki videolarda daha detaylı göstərməyə çalışacağım. İş proseslərini daha çox paylaşmağa çalışacağım. Əslində həqiqətən çox yoğun işlədiyim üçün əlimə alıram, biraz çəkirəm, ondan sonra davamını gətirə bilmirəm. Çünki həqiqətən çox qaça-qaçdayam. Bəzən də olur dəqiqələrlə yarışıram mən o sifarişi çatdırmaq üçün. Həqiqətən və hətta bu videoda belə gördüyünüz kimi mən əslində özümü göstərmədim tam, çünki həqiqətən mən video çəkəndə saçımı başımı heç də fikir verə bilmədim. Ona görə də elə belə iş prosesim görsənsin deyə daha çox gördüyüm işi göstərməyə çalışdım. Mən əslində sifarişləri paketləmək hissəsinə çox diqqət yetirməyə çalışıram. Əslində sadə və fərqli bir paketləmə eləmək istəyirəm. Ona görə mənim ən çox sevdiyim dizayn craft dizaynıdır. Yəni craft çantalara qoymağa çalışıram. Bəlkə sonra fikirlərim dəyişəcək, ancaq hələ ki bu etapda sadəcə craft rənglərdən istifadə edirəm. Yəni hər hansı ağ və ya başqa rəngli çantalardan istifadə eləmirəm. Qutular əslində ağ rəng qutulardan da istifadə edirəm və craft rəngdə. Ancaq çantalar hələ ki sadəcə craft rənglər çox xoşuma gəlir. Ona görə də craft rənglərdə. Mən isə demək olar ki artıq neçə saatdır işləyirəm bu videoda. Ancaq burada sürətləndirilmiş versiyasını görürsüz və bir çox sifarişi demək olar ki mən artıq tamamladım, paketlədim. İndi isə sırayla həll eləməyə çalışıram. Əslində bu videoyu mən demək olar ki çoxdan çəkmişəm, aylar öncədən çəkmişəm və həqiqətən hələ də tərəddüddə idim. Mən bunu paylaşım yoxsa yox və demək olar ki bunu editləmək hissəsi də həqiqətən çox vaxtımı alırdı və mən bunu editləyib səsləndirməyə vaxt tapa bilmirdim. Biraz vaxt tapan kimi mən bu ilk videoyu paylaşmaq istəyirəm. Ondan sonra isə yenə də çəkdiyim bir çox videolar var iş prosesindən günlük. Onları da sizinlə paylaşmaq istəyirəm. Mən artıq bu dovşanın da adını qulağına işlədim. Həqiqətən çox sevirəm öz hazırladığım oyuncaqları və ayrılmaq çox çətin gəlir. İndi isə mən bu dovşanın eyni stilində çıngıraq örməliyəm və həmişə əlimdən gəldiyi qədər ən yaxın rənglər seçməyə çalışıram ki, rənglər həmişə bir-birinin bənzəri olsun və çox qəşəng bir kombinasiya alınsın. Burada isə mənim bir çox oyuncaqların sxemini yazdığım dəftərdir. Bəzi oyuncaqlar demək olar ki artıq o qədər çox örmüşəm ki onların sxemasını artıq əzbərə bilirəm bütün saylarını. Bəzilərində isə yenə də arxa fonda açıram və baxıram bəzən yenə də saylarını unutmamaq üçün. Burada da qeyd etmək istəyirəm ki mən bir çox oyuncağın demək olar ki sxemini satın alıram. Ancaq bir çox oyuncaq isə mənim öz sxemimdir. Yəni mən özüm onu saylarını quraşdıraraq özümə görə sxemlər yaratmışam. Bu gördüyünüz qutuda isə mən xırda ləvazimatları qoymuşam. Burada gözlər, bunlar çıngıraq toplarıdır, plastik toplardır, içində səs gəlir. Oyuncaqların içinə isə sindipon doldururam. Mən həqiqətən oyuncaqların içinə həddindən artıq sindipon doldururam. Çox möhkəm olur. Yəni ki, əslində o iki ayarı tutturmaq lazımdır. Yəni nə çox boş doldurmamaq lazım deyil, nə də dəhşət dərəcədə sərt doldurmamaq lazımdır. Çox boş dolduranda, oyuncaqlar yuyulanda formasını itirir. Ancaq dəhşət dərəcədə də artıq dolduranda ilməklərin arası açılır və çox çirkin bir görüntü əmələ gəlir. Bu iki aralığı çox gözəl tutturmaq lazımdır və oyuncağın keyfiyyətli olmağı da bir yandan bundan asılıdır. Deməli, bu videom bura qədər idi. Mən burada biraz ara verdim. Ondan sonra isə örgümə, gecə örməyə davam etdim və onda da çəkmək yadımdan çıxıbdı. Bu videoyu çəkəndən bura o qədər vaxt keçib ki, mən demək olar ki, belə bir dəst yəqin ki 10 dəfə hazırladım artıq.
Ancaq bu konkret bu dəstin şəklini mən yenə də buraya sağa qoyacağam ki, necə oldu, son halı necə idi, onu sizə göstərmək istəyirəm yenə. Bu video bu qədər olsun. Bundan sonraki videolarda yenə də çəkib paylaşmağa çalışacağım. Siz isə mənim kanalıma abunə olaraq mənə biraz dəstək olarsanız çox sevinərəm. Bir sonraki videoda görüşərik. Sağ olun.